qram jelatini 200 ml soyuq suda islağa qoydum. Qaba 3 yumurta, 120 qram şəkər tozu, 10 qram vanil əlavə edib mikserlə ağarana kimi qarışdırdım. Ələyin gözündən keçirərək üzərinə 130 qram un, 10 qram kabartma tozu da əlavə etdim. Un həll olduqda 100 ml bitki yağı da əlavə edib qarışdırıb əvvəlcədən isitmiş olduğum sobada 170 dərəcədə 30 dəqiqə bişirib götürdüm. 400 qram duzsuz ev şoru, 350 qram 25% xamir, 120 qram şəkər pudrasını qaba əlavə edib krem halına gələnə kimi blenderlə üyütdüm. Qatılaşmış jelatini su vannasında isidib 2/1 hissəsini kremə əlavə edib qarışdırıb qəlifə qoymuş olduğum keksin üzərinə əlavə etdim. Soyuducuda 2 saat saxladım. 400 qram çiyələyi təmizləyib sodalı suda yuyub yaxaladım. Qaba əlavə edib üzərinə 120 qram şəkər tozu da əlavə etdim. Blenderlə üyütdüm. Orta ocaqda 20 dəqiqə qaynadıb götürdüm. İlxala gəldikdə yerdə qalan jelatini yenidən su vannasında ılıdıb cemin üzərinə əlavə etdim. Qarışdırdıqdan sonra cemi bərkimiş kremin üzərinə əlavə edib bir gün soyuducuda saxladım. Çox dadlı alındı.